Hər kəsə salam, səhifəmə xoş gəlmisiniz. Bugün sizlər üçün üstü xırtıltılı, içi yumuşaq, çox dadlı, ləzzətli, ən əsası dietik börək hazırlayıram. Bunun üçün az yağlı kəsmiyi bir qaba əlavə edib, üzərinə mən motal pendirə əlavə etmişəm. Kim hansı pendirdən istəyirsə istifadə edə bilər. Üzərinə yuyub təmizləyib doğradığım göyərtiləri əlavə edirəm. İstədiyiniz göyərtilərdən istifadə edə bilərsiniz. Pendir duzlu olduğu üçün duz əlavə etmədim. Birazca istiot əlavə edib yaxşıca qarışdırıram. Daha sonra isə bir qaba bir yumurta, təxmini yarım stəkan qədər süd əlavə edib qarışdırıram. Daha sonra isə videoda gördüyünüz düyü unundan hazırlanmış listlərdən istifadə edəcəyik. Bu qarışıma batırıb birazca yumşalmasını gözləyirik. Yaxşıca islanıb xəmir formasını aldıqdan sonra qarışımımızdan içinə əlavə edib qəşəngcə bükürük. Hər birini bu qayda ilə büküb soba qabına yığırıq. Üzərinə zövqə görə küncüt, xaş-xaş, nə ilə istəyirsinizsə əlavə edib sobada 180 dərəcədə alt-üst rejimdə bişiririk. Üzəri xırçıltılı, içi isə yumuşaq olan bu börəkləri mütləq bişirin. Çox gözəl, çox dadlı alınır. Mütləq yoxlayın. Videolarıma like etməyi, səhifəmi bəyənməyi, abunə olmağı unutmayın. Çox sağ olun, baxdığınız üçün hər birinizə təşəkkürümü bildirirəm.